yaxına gəlim arada oxuyum. Valbers, pərdə gətirmişəm. 2 aydan geliyor. Görüyor musunuz? Nəyə gülürsünüz? Bəs gülmənin nə var ya? Küsərəm ona sizdən. Ay Allah. Mən hər ilin axırı ad günümdə özümə ev hədiyyə edirəm. Buranı kiraya verəcəm. Kiraya. Ona görə lüstrasını zadım hələ. Ola bilər dəyişərəm. Çünki el olanda, gözəl lüstra olanda gələn vurulur. İndi yadırlamışam ama bu diye tapdım. Ot. Yaxşı, ora keçər mi, keçməz mi? Keçər. Hə, gətirin öbürsünə də baxın. Nə yazırsınız? Xeyir işlər üçün Instagramın profilində axırı 4 dənə 0 olan nömrə var. Onunla əlaqə saxlayın. O mu yaxşıdır, o mu yaxşıdır? Çölü göstərim. Görün necə qəşəng qar yağır. Göstermem size. Ay aman. Güzelliğe bak, kar ya. Suya bak. Uy. Ay Allah. Yok, bizimki hələ başlamayıb. Narahat olmayın. Başlayanda xəbəriniz olacaq. Zuzunu deyirsinizsə, vəkil açıqlama verdi ki, amnistiya düşüb. Zuzunun vəkili. Yəni Allah dövlətimizi qorusun, Allah prezidentimizi qorusun. Görürsünüz, hər ilin axırında çox ailələr sevinir. Hə dostlar, indi gəlirik. Siz mənə deyin görüm. Ay xanımlar, bu mu yaxşıdır pərdə asmağa? Bu. Yoxsa bu mu yaxşıdır? Yaxşıdır bu. Sevirəm mən belə işi. Bir dəqiqə. Deyir ki, mənlə də qalmaqal eləyək. Ay bala, mən qalmaqal eləyənəm mi? Ki, qalmaqal kraliçası var, ona de. Mən hər gün axşam gəlmişəm bir də toydan. Tak. 2 cür pərdə asan var. Qoy indi sizə göstərim. Biri budur. Yaxşı olur ama. Mən yanlışını çıxdım. Hək, aynen. Heç nə canlaşdım indi. Pərdəni asıram. Karobkaları tullatdım. 5'in yarısına çatarım. 3'ün yarısı indi. Hə, çatarım polunu. Aha, gelsin çəksin. Bura şey de lazımdır. Mütləq divan. Divan alma. Yo, tavar indi də olmalıdır. Gələn veş olanda bizə xeyirdir ki. O da düzdür. Ya. Düppədüz. Mən nə qədər qoca olsam da dəyərəmmi?
Şeyə gir. Sən deyirəm ha, sən deyirəm qoca. TikTok'a gir. 1500 adam var. İndi pləkanı qoyub, burada 2 dənə qarmaq var, pərdən asmağa. Onu yoxlamalıyam. Deyirəm, mən pləkanla çıxıb onu yoxlayaram. Ekran qayd edib, sonra məni biabr eləyərlər. Eləməyim, hə, yaxşı. Düz deyirsən. Ekranı ayrı yerəcək. Yaxşı, hələlik. Ay sizi, ha. Elə bilirsiniz, çerez güzgü görə bilərsiniz. Çerez güzgü. Qoy telefonu ayağına fırladım. Dəliyəm, sonra mən sizin əlinizdən tutara bilmərəm. Sonra indi gəlsəm. Mən ölüm. Filan kəs o videonu çıxart, sən Allah. Sən atayın görüm. O videonu çıxart. Pul ver, çıxardım. Puldan da döyləmək. Mən belə sözün düzü vecimədə deyil, açığı. Mametdə də, Mamet biraz kompleksi var onun. Yoxsa ki, Qurana and olsun, mənim belə araz aşığımdan kür topuğumdan. Bu belə. Baxay dostlar. Allahın dostu neydi şeydir? Yox, indi. Biri belə kurçokdur, biri belə balaca kurçokdur. Mənə icazə verin, qalxım ora. Qalxım ora. Aha. Allaha and olsun. Hə, yaxşı ki, baxdım. Yaxşı tak, bu xırdalar gelir. İrilər getmir, ay kişi. Hə, indi qoyum. Tak что, Allah. Dəhşət istidir, Allah'ın olsun. Niyə yoxdur? Elə can var onun. Təranə xanım deyir, Maçello. Yaxşıdır hamısı, can. Allah eləsin, mən də qocalım. Bizimkilər qocalmadı, 54-55 yaşında öldülər. Təzə qocalmaq istəyirdilər, öldülər. İndi öldülər də deyəndə, yəni əcəlləri ilə də. Tak что, Allah ölənlərinizə rəhmət eləsin. Qalanlara da can sağlığı. Sizin başınıza dönərəm. Siz bir tanəsiz. Siz mənim gözəl izləyicilərim. Burada olasınız, söhbət eləyə bunu. Ən zəhləm gedən iş budur, bax. Ən zəhləm gedən iş bunu taxmaq. Tak, bunu belə taxaq. Nə oldu ha buna? Bu bir. Bir dənə qar yağıb, qəşək. Yazdığınızı oxuya bilmirəm. Nə yazırsınız? Dərə xəlvət tülkü bəy. Söyən söyənə qarışıb, sevən sevənə qarışıb. Heç mənim, o deyiri mahnı oxumuşam. İt hürər karvan keçər, mənim vecimə deyil. Buranı verəcəyik kirayə. Kirayə. Azərbaycanlara yox, Azərbaycanlardan pul ala bilmirəm. Nə mənada? Ürəyim gəlmir, ürəyim. Məndə də bu ürək var, ürəyim gəlmir. Nətər? Ay, gözə bax, göz deyil, almaq. Buradan ora oxuyuram, Allaha and olsun. Qurana and olsun. Yazıb, ay bala, mənə deyirsən, ay bala. Yox, 6-cı deyil, 4-cü evdir. Birinci gələndə Moskvaya, Rublyovkada, mənə o, indi deyəcəm, Sərxana da söz vermişəm ki, daha bir də filankəsin xətrinə dəyməyəcəm. Biri, məsələn, qoca arvad idilər, dedi, qoca da yox, çox da qoca deyil, belə. Yəni, 80 zad deyil də, 60 zad yaşında bir şey buraxmışdı ki, şayə ki, yalan deyir, Rublyovkada ev, niyə? Mən demirəm ki, villadır, bir də 2 otaqlı xudmani. Hə, yəni Allah sağ əlimi sizin başınıza. Hər bir şeyin xəstəsidir. Biri, məsələn, 10 minlik klip çəkdirir, mən dəliyəm, nə edirəm? Ucuzlu klip xaraşı ol, sizə bəs eləyir. Bəs eləyir də, nə edirəm? 10 min dollar ver klipə. Onu yox, ev al. Qocalanda otur, kraliçalar kimi. Pa! Köpək onun pulu bağlı qapıları açır.
Qocalanda 2 dənə can güdən mən elə yaşayacağım, Allah qoysa. Zarafat eləyirəm, niyə can güdəni? Sizdən mənə xeyirdən başqa ziyan gəlməz. Instagramda mən bir qızı təq eləmişəm. Ay, mənim səhifəmə baxan. Onlar o şehir, yoxsa zakat alır. Qoy o qız çörək qazansın balasına təmiz zəhməti ilə. Elə xanımları sevirəm. Tokumu təbrik eləmədiniz. Şeydir, qalaçka almışam. Saat 5'in yarısı. Makler gələcək şəkilləri çəkməyə. Çənəmə dəm verməyim, əlimə dəm verim bir dəqiqə. Hə, bu bir dənə. Buranın lüstrasını dəyişməliydim pisiyoda. Çünki adımız var, sanımız var. Vot. Tak. Belə xırda-xırda, incə-incə zərgər işi görürəm burada. Deyəsən, çox xırda elədim, başımı söhbətə qatdım. Nə yazırsınız? Satmıram, yox, kiraya verin. İlin axırı dekabrın 31 adı günümdür. Hər ilin axırında 31-də özümə ev alıram. Yalandan deyim ki, həyat yoldaşım bağışlayıb, yox. Özümə almışam, özümə. Yəni, məndə yalan yoxdur da. Yox, desəm alar, sağ olsun. Elə ürəkli kişidir. Amma, nə inirəm, yorma aparacam. Bunu da boşluqdan, pul şəklində saxlamayaq. Qabusnamədə deyir ki, ey oğul, var dövləti 3 şəkildə saxla. Əmlak, bir hissəsini biraz nəqd pul, amma qiymətli pul. Bir də qızıl. Da gedib üstü qaçdı, quşdu qızıl almayın. Bilənlər bilir nəyi deyirəm. Amma mən onu birinci hissəsi ilə razıyam. Nə deyirsiniz? Nə deyirsiniz? Mən onu birinci əmlak həmişə üstə pul gəlir, ay balalar. Yəni, ay boş-boş kliplərə pul tökən qızlar. Vallahi billah, onlar boş şeylərdir. Klipə pul uzağı 2000 manat. Ondan o yana mənim əlim gəlməz. Donur. Niyə donur? Ekranı tıklayın, özümə də abunə olun. Bu son vaxtlar gündəmdən danışaq. Vüsal Əliyev, can, dəyərli sənətkar, buradan salamlayıram. Vüsal Əliyev yazıq görmədiyi günə düşdü ömründə. Ömür boyu hörmət. O misalı çəkmirəm. Spama düşərəm, həm də ki. Əslində yaxşı misaldır. Kitabda yazılan atalar sözüdür. Amma mən bilirəm də bizimkilər onu, buradakılar izləyir. Bir dənə bir təzə kişi çıxıbdır. Adı da Rafətdir, nədir? Rafət İmam Əliyev. Məndən danışır, haqqa. Bu toy müğənnisi, qalıstıqı da taxıb evdə belə. Bu toy müğənnisi, o Fət Fərmanqızı deyir ki, qaziyə eləyində, indi güya bu pafosuna da danışır. Əvvəla, kişi olan kəs arvadlardan prim tutmaz. O qədər sosial problemlər var ki, get duxun çatır, duxun cürətin çatırsa, birini işıqlandır. Tolik qədər duxun çatmır. Sən hələ tolika çatmağa bir əsr lazımdır. Bunu deyirəm ki, yəni görsən tolikin cürətini. Problemi işıqlandırır, həllini tapır. İzləyicilərin, tamaşaçıların, insanların yanında elə olur. Yoxsa iki arvad dalaşır, o boyda kişi, 60 yaşında kişi qalıstıqı da buradan asıb
Diqqət. Bu toy müğənnisi əvvəla toy həyatda ən müqəddəs şeydir. Sizi qınamıram. Bu bicdoğanlar sizi o qədər bu toya qarşı nifrət yaratdırıb ki, sizin üçün ya toyla ərə getdi, ya toysuz kolun dibində ərə getdi. Siz bunu eyni tutursunuz. Toy həyatda ən müqəddəs, vacib, belə deyim ki, şərtlərdən biridir. İnsan illərlə yemir, içmir, yığır. Ən müqəddəs gündür mənim aləmimdə. Bu da durub toyu aşağılayır. Böyle mən özüm efirdən də deyirəm, mən nömrə 1 toy müğənnisiyəm. Bununla da fəxr eləyirəm. Bəli, mən işimi toya qurmuşam. Niyə? Toy şeydir, cəmaatın ailəsi ilə, balaları ilə, övladı ilə gəldiyi müqəddəs. Toya da əl-ayağı düzgün, Nazilə demiş, bicdoğanları yox, əl-ayağı düzgünləri çağırmaq lazımdır ki, xeyirduanı da o versin. Dünənlər toydaydım, xeyirduğa vermişəm. İnşallah göydə Allahımın köməyi ilə bir ildən sonra o ocaqdan körpə səsi gələcək və onun da ya ad günü, ya şad günü, oğlandırsa sünətini mən nənəsi oxuyacam. Mən də nənəsi düşürəm də, o toyunu elədiklərimin uşaqları olanda elə biləm mənim nəvələrim. Yəni dediyim oldu ki, buydu qolustu qudasıb, iki kişi sənə get tolikdən hələ bir öyrən, ondan sonra gəlib danışırsan. Bu toy müğənnisi parmağın deyil, belə də danışır. Sənə çoxdur mənim sən barədə danışmağım. 2 dəfə danışmışsan məndən özünə haqqa. 3-cü dəfə Allaha and olsun, izləyicilər də yadında saxlasın. Sənə elə bir video çəkəcəm. Sənə hörmət eləyirəm izləyicilərə görə. Sənə 3-cü dəfə elə bir video çəkəcəm. Deyirsən ki, qaziyəm. Mən şəhidin xalası qızıyam. Bəli, Tovuzda şəhidimiz var. Anamın xalası oğuldu. Verdiyev Elbrus yazın. O mənim doğmaca. Heç mən bir dəfə dilimi alıb danışmamışam. Nəslimdə şəhidim də var, qazim də var. Kömək elədiyim qaziləri də ayıbdır demək. Deyirsən ki, sən kimsən ki, qaziyə kömək edirsən? İstəyib kömək Bozalvanlıdan qazi var idi. Mənim indi gücüm 200 manata çatdı. Demişdi, adımı çəkmə, çəkəcəm. Buradan salamlayıram el qızımı, Ruhini. Zəng elədim ki, Ruhi xanım, bizim düz deyil, Allah dövlətimizi qorusun. Dövlətimiz hər cür şərait yaradır. Amma ki, indi elə bir məsələlər var ki, biz insanlar da nə olar ki, bütün dünyada var bu. Olan olmayana kömək eləməlidir. Ruhi xanımla yönəltdim ki, Ruhi xanım, dedi adımı çəkmə, bax, ilk dəfədir burada niyə çəkirəm? Mən o söz vermişdim, adını çəkməyim. Amma çəkdim ki, xoşlamır elədiyini deməyi. Amma yəni faktla danışmaq üçün mən məcbur olub adını çəkirəm ki, yaxşı küllü miqdarda pul köçürtdü. Bizə nüansı niyə çəkdim? Orada şahidim var. Əvvəlini mən elədim, gördüm mənim indi o boyda məbləği eləyə bilmirəm, açığın deyim də. Onda da mən Bakıda yaşayırdım, show proqramda orada nə verirlər? 200 manat elə, bir dənə show proqramın pulunu yönəltdim ora. O həmin vaxt idi, bir 4-5 il bundan əvvəl. Yəni dediyim oldu ki, iki kişisən, ora çıxıb, normal şeylərdən danış, gəl bu arvadlardan prim yığma. Valla yazdığınızı oxuya bilmirəm. Vəfan şeyləri, izləyiciləri söyür, afətin izləyiciləri də sevir də, burada nə var ki. Ona görə heç baxmıram. Dediyim oldu ki, adam haqqı qoyub, nahaqqı danışmaz. Adam haqqı qoyub, nahaqqı danışmaz. Biz sizə möhtac. İndi mən demirəm ki, möhtacdır. Allaha şükür. Özdə yazmışdı ki, bəli, dövlətimiz qəşəng müalicə də elətdirir, klinikadan yazmışdı. Sadəcə özünün indi müəyyən xərcləri var ki, sigaret xərci idi, nə bilim, nə, belə deyək ki, elə bir məsələlər idi ki, onu yağın aşağı ziyanı yoxdur da, belə. Mən dədəmin qızıyam, məndə yalan yoxdur. Doğru danışanda 9 köydən qovarlar, türklərin qəşəng atalar sözləri var. Çıxıb ora, demişəm sənə 3-cü dəfə elə bir video çəkəcəm, Qurana and olsun dəymişim dura-dura ki, mən kimləsə başqası məsələ, vəbşət də sənin səhifəni vurduracam. Qoy görün, mən telefon gətirim. Sən səhifəni ilə vurdurum ki, mənim gəlib beynimi qızdırdım. Mən onun səhifəsini vurdurum, ağlı başına gəlsin. Onun səhifəsini vurdurum, bəhəmci dəqiqə. Nə deyək, kağız cırığıdır da, kağız cırığından verin. Mənim haqqımda danışanım, bəli, səhifəsini vurdurum, danışma, ana haqqa danışanım.
Demirəm təriflə. Deyirəm, pis oxudun, filan şey, bax, bu deyir Şahnaz təsnifi. Mən demirəm, onu heç vaxt oxumamışdım, heç sözlərini də bilmirdim. Kişi gəldi, əlində də 5000 rubl. Afət xanım, Şahnaz təsnif. Dedim, vallahi heç vaxt oxumamışam. Bilmirəm də, yəni bilmədiyim bir şeydir. Dedi, yenə də baxın da, mən onun könlünü qırmadım. TikTokda da paylaşmışam. Oxudum, muğamatı ilə, zadı ilə gətirib təzdən 2 dənə 5000'lik qoydu. Orada bir ansambl indi mənim danışığıma baxır. Yəni məndə yalan yoxdur. Bəyəndi, o adam həmin anda bəyəndi. Mən ona deyə də bilərdim ki, bu biri bu fonogram oxuyanlar kimi ki, o mənim repertuarım deyil. Mən muğam oxuyan deyil. Xeyr, toya gedirsən, muğam da oxu, canın çıxsın. Hələ hamısını da oxu. Oxuya bilmirsən axı. Gücüm ona çatır. Çıx onu tənqid elə. Deyim, ha, düz deyirsən. Deyən ki, bu sənlik deyil. Deyim, düz deyirsən. Niyə? Məsəl üçün 5 ballıq cədvəl üzrə orada bir 3'ə oxumuşam. İndi gələn dəfə 4'ə 5'ə oxuyaram çalışıb. Heç mən onun həmin günü sözünü də bilmirdim. Və mən şey deyiləm ki, qızıl onluq deyiləm, hamınız məni sevəsiz. Dediyim oldu ki, bir dəqiqə bu interneti açın. Şey deyil, makler də gəlib şey eləyəcək. Birazdan şəklini çəkməyə gəlir buram. Ağzım sizə qızışdı. Ayda, nə qədər zəng gəlib. Nə qədər zəng gəlib. Nə qədər zəng gəlib. Salam, salam, ay gözəl insan. Çox xahiş edirəm, indi link göndərəcəm. Gecə göndərdim, gördüm, çox gecdir o bir nömrəmdən. Onun səhifəsini küllüküp elə qadan alım, o şeydir, özünə para bilmir. İkinci dəfə, amma 2 dəfə danışıb məndən, 2 dənə şəklim var səhifəsində. Gör, alınırsa linki göndərim təzdən. Bir də o var bilmirsən, oğlandır, qızdır o var bax o deyir qızam, amma oğlan videoları paylaşdırılıb onun 10 il əvvəl oğlan olub. Bir də o səsin rəvsun getsin, xahiş edirəm. Məndən elə adamlar danışmaz. Danışsın ya haqqına danışsın. Görsən, bunların qadasını alın, gözəl dostlarım var mənim. Biz birlikdə güclüyük. Martda Azərbaycandayam, 2 dənə toy götürmüşəm. Gəlib o aeroportdan çıxanda orada yazırlar, yine gəlmirsən. Onlara deyəcəm ki, keçən dəfə də dedim o deyəcəyimi, səhifəm şey oldu, spam oldu. Sənəmə burada şey danışmaq olmaz, agresiv zad belə spama düşür. Düşmənlərim sevinir. Mənə təbrik eləmirsiniz, mavi tık almışam. Yəni, filan kəs deyir, süni gözəldir, siz təbii gözəlsiniz. Əşrada süni, elə bir siz elə süniliyi yaratmaq asandır. O bıçağın altında yatmaq var, o narkosu alıb ölümə qol çəkmək var. Görsən, iş mən gedib onu eləyə bilmirəm, Allah hamd olsun. Burada biraz buxağım var, deyib onu qorxumdan eləyə bilmirəm. Bunlar 10 saatlıq narkos alırlar, bədən şəkilləndirirlər, gözü dartırlar, çənə qoyurlar, burnu kəsirlər, özü də 2 dəfə. 10 saat baş qaynağında şeyləri anlatma göy. Kişi deyilsin uzun saçlı qızlar. Daha demirə külbaşı, o kişini çöldən anlattım. Bu kişi əlini başının dibinə vuranda görəcək, başına ölü saçları qoydurmuşsan. Nəyim var bu yanı? Təbii. Mişa bəyəndi bəsdir. Nəyim lazımdır? Siz mənim mahnılarıma qiymət verin, toy aparmağıma qiymət verin. Yazdığınızı da çox oxuya bilmirəm. Vay vay vay. Bunu açana. Hələ bunu buradan açmaq da var. Tak što, buradan o kişiyə deyirəm ki, o Rafət İmam Əliyevdir nədir ona. Ağıllı ol, mənə heç kimlə səhv salma ha. Mən həyatımı səhvsiz yaşayıram. Mənlə prim tutmaq istəyirsənsə, canlı bir dənə bağlantı eləyək. Qəşəng danışaq, gözəl problemləri işıqlandıraq varsa əgər. Yoxsa ki, bu toy müğənnisi var, bu. Sən kimsən qaziyə? Mən kiməm ki, əlbəttə qaziyə kömək edirəm. Kömək istəyib, yalan danışmıram ki, faktınla dedim. Pandemiyada hardaydın sən? 100 ailəyə yaxşı eləyirəm, deyir adam elədiyin deməz, yaxşı eləyirəm deyirəm, sən də elə deyil. Eləmişəm deyirəm, pul zad yerdən yığılmır ki. Hələ o pul xərcləmək cəhənnəmi, o korupkaları bir qucağımda daşı, oradan ora şeydir. Maşınımın sidenyası cızıla. Yəni o maşın ondan sonra gözümdən düşdü, onu satdım, getdi. Sidenyam bilirsiniz nə günə qoymuşduq, korupkalar. Mən də nə bilim ki, bunu
qəşəng upakovka elə ayrı maşın tut. Onda Range Rover idi. Range Rover'in sideniyalarını zaten nə günə qoymuşdu. Taxtalar, korobkalar. Sübut YouTube'da var da, Afət Fərmanqızının 100 ailəyə o vaxt 50 manat qəşəng pul idi. İndi 50 manata heç nə düşmür. Elə bilin ki, indiki 150 manat civarında bazarlığı 100 ailəyə cəmaat cibindən eləmir, ha, cəmaat da yox, müğənnilər onun bun pulla eləyir, hələ özləri də varlanır. Siz elə bilirsiniz o müğənnilər onun bun pulla eləyib, elə aldım qoz, satdım qoz edir, yox. 100 min alır, 50 minini yardıma verir, 50 minini də cibinə qoyur. Sübutum yoxdur, amma bilirəm, yoxsa nə anası ölüb çoxsun eləyir. Amma mən öz cibimdən eləmişəm. Bir də bir şirkət var idi, mənim yanıma öz işçisini qoydu, siyahı tutduq 500 ailəyə, öz işçisinin yanında 500 ailəyə, yadınızda pandemiya vaxtı. Siyahı eləmişdik. Yəni mənim izləyicilərim mənə yetirir, onlar bildi bəsdir. Vallahi, yalan danışan zaten bəllidir. Yalan danışıb, o adam yalan danışır ki, başqasının ərinə ərim deyir, başqasının ərindən bic doğur. Onun da tərəfini tutanlar ondan betər cinayət edir. Sovetin vaxtında onlar o tipli adamları tuturdular. İndi sonra biraz qayda qanunu dəyişdi də. Bunu asın, bunu asın. Ya da qoyun o birisini taxın. Bu deyim biraz gec gəlsin. Saat necə? 3. Yox, çatarım. Çatarım. Çünki mən o birinə də çatdırmalıyam. Ağzımı söhbətə tutdu. Var. Kim gəlir? Makler çağırmışam. Gəlsin, buranın şəklini çəksin. Kiraya verin. Hə. Nə qədər istədim, lap prostoy pərdə alım, şeydir. Əlim gəlmir də. Əlim gəlmir. Vallahi düz əyrini kəsir, həyatınızı düz yaşayın. Harada şərə də düşsəz, bilin ki, səbirli olmaqla o şəri, o böhtanı dəf eləyəcəksiniz, qalib gələcəksiniz. Belə. Nə yazırsınız? Təbii, çox sağ olun. Təbii gözəl, çox sağ olun. Hardan almışam evi? Metro Okskaya. Rayon qəşəng rayonda. Həyətdə itlərin oyun meydançası var. Orada voleybol meydançası var. Pulsuzdur, ha. Bina tikiləndə duxları nədir? Həyət verməsin. Ondan sonra burada itlərə oyun meydançalar var. İtlərin idman şeylər var. İndi göstərəcəm sizə, bunu həll edeyim. Все, demək olar ki, az qalır. 6 metrlik almışam. Əslində bura 3 metrlik də bəs idi. Dedim, bu pərdə sıx olanda gözəl görünür. Az pulmant. Ay, az pulmant. Sağ ol, hədiyə göndərsən. Amma məni cana yığmısan. Mənim adımı, sən Allah oradan sil, hansısa muskant gedib pul götürüb oradan. Mənim adımı verib ora, şahid kimi. Mənim də xəbərim yox. İndi o pulu vermədikcə məni yığırlar. Mənim də nömrəm roamingdədir. 100 dənə nömrənizi blok eləmişəm. 100 dənə, ay aman. Belə şey yox, dünyanın heç yerində yox deyə belə şey. Adamın xəbəri olmadan adamı şahid yazırlar ora. Gülürəm sadəcə. Mən eləsəm çoxdan tutub çəyər basmışdılar. Bunu eləyən kim? Adamları az pulman şey eləyir.
Mən az pul mantı açıb bu az pul mantı düz deyirəm. Bu gedib pul götürürlər. Bəlkə adını səhv deyirəm. Sonra bir də kömək eləyin orada. Ay yox, hep boş-boş o qədər yığırlar. Deyir, sizi deyir şahid yazıb burada. Deyirəm, mən qol çəkmişəm, mən gəlmişəm. Deyir, yox, o deyir, burada sizin nömrəniz. Deyirəm, o bəlkə düşmənimdir. Mən gəlməmişəm, mən eləməmişəmsə. Kredit, hə, düz yazmışam. Yo, Bakıdan o qədər zəng eləyirlər Azərbaycan nömrəmə. Bezmişəm Qurana and olsun. Deyir ki, sizin deyir, adınızı bura yazıblar. Niyə yazırsan mənim adımı? Niyə? Gözəl işlər görmüşük. 2026 mənim ilimdir. Yanvar ayında toylarım gör Allah Taala necə 2, 4, 6, 8, 11 və belə 2 gündən bir çerezliyin ən sevdiyim iş qrafikdir. Çünki hər gün olanda şey oluram, özümə baxanım. Çerezliyin olanda qəşəng yuxumu da alıram. Ondan sonra o şeydir. Bir nəfər Vicdoğanın trolu var burada, onu qoy. Bir dənə blok eləyim. Ay Vicdoğan. Всё. Vallahi köpək qız da olmaq olar, it qız da olmaq, bic doğmaq var. Pulla da silinmir. Bildiniz? Siz mənə söz çatdıra bilərsiniz. Ay Vicdoğanın trolları. Vicdoğan ömründə ki kitabı ağzını açıb, bir kitabın ağzını açıb oxuya bilmir. O mənə dov gələ bilər. Gözünü açanda ayrı şeyin kitabını oxuyub. Evli kişiləri yoldan çıxartmaq, evli kişidən uşaq doğub at kimi kişinin arvadının üzünə durmaq ki, mənimdir. Mənim ərimdir. Bu bədbaxt başa düşmür ki, elə bilir mənim ərimdir. Ər-arvad olmaq üçün bəs niyə toy eləyirlər? Sən gedib kebab gəmirəsən deyə. Ki, milləti şahid yığırlar ora. Heç zaks kəstirən günün olmasın. Sənin ərin olsun. Mən zaksın tərəfindəyəm. Amma indi köhnə vaxtı nənə babalarımızın yox idi, amma özünün idi. Bu bəzi kütbaşlar elə başa düşür ki, mən 5 il əvvəl bir videom var. Deyirəm, nənə babamın işdə. Amma öz ərinə ərim deyir də. Zaks olmasa da öz ərinə ərim deyir. Başqasının ərinə yox. Karoçi, maskasını cırmışam, daha deyir, adını çəkən yox. Məsələn, deyir, toya kimi gətirirsiniz, deyir, filan kəs. Deyir, Vicdoğanı, deyir, da azca çəkən yoxdur, elə Vicdoğan deyirlər. Bəs nə? Allah düşmənimə də göstərməsin o həyatı. Səhvi olan adam səhvindən ayıb eləyər, səhvini gizləyər, üstünə malalayar ki, ayıbdır. At kimi gəlib üzünə durursan cəmaatın. Dodağını da şişirdi, proqramda qoyub video çəkir. İndi fikri videoda zadda deyil. İndi olmayan kişisindən ayrılıb təzə kişi tapmaqdır, maraq oldu. Mən videoya baxıram, qabağıma çıxır. Orada məqsəd cavab vermək zad deyil. Orada məqsəd belə bir ağlamısınmış da vida alıb danışır. Kişi tapmaq. Oy! Arvadlar, ərlərinizə sahib çıxın. Vallahi. Kimin ki əri telefonu səssizə qoyuruq. Deməli torbada pişik var. Всё. Bunu da həll elədim. Tülü asıb, tülüm qırış. Tülü asıb şey eləyərəm. Orada vazduşla. Ütü ilə ütüləyərəm. Sadə və gözəl. Pəncərədə qəşəng görünür. Ay mənim dostlarım. İndi mən pərdəni asıram. Sizinlə müvəqqət sağollaşıram. Evin hazır vidində canlaşacam baxarsınız. İndi hələ biraz işlər qalıbdır. Pərdələri asın. Ondan sonra buralara bir əl gəzdirim. Sonra heç nə istəyir tam duraq. Məsləhət belədir ki, yox, ehtiyac yoxdur. Maçello. Bir saatdan sonra canlı yayın.